Hə, nələ, buyur, söz səndədir. Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Bizə lazımdır 1 kilo ələnmiş un, 200 qram kərə yağı, 250 ml süd, 2 yumurtanın sarısı, biri də ağı ilə bir yerdə. 1 yemək qaşığı duz, 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı da quru maya. Yağı əridə, ilıq halda xəmirə qatmaya. Şəkər tozu ilə quru mayanı sütün içine əlavə edirik ki, hazır aparamız hazır olsun. Bu arada nənə, unu da eləmişsən deyəsən. Unu eləmişəm. Bir də onu qeyd edeyim ki, kim istəsə xama da qata bilər, amma kim duxovkada bişirirsə qatsın xamanı. Əgər yağda qızaracaqsa, xama qatanda çox yağlı olur, adamın ürəyin vurur, yemək olmur. Duzu əlavə edirik unun üzərinə. Əritdiyimiz yağı. Süd özünə gəldi də artıq. Hazırdır demək olar, hə. Bir də yumurtaları əlavə edirik. Başlayırıq xəmiri yoğurmaya. Buna bir 150 qram da süd əlavə edirəm. Buna su əlavə eləmək olmaz. Başlayalım. Xəmirləri qat-qat qalsın Biraz ağır deyə. olmalı da. Biraz bərk xəmir olmalıdır. Badamburanın xəmirindən fərqi var mı? Biraz var. Badamburanın xəmirinə xama da vurulur. Bir də ki, biz buna 2 stakan süd əlavə elədik. Yəqin ki, resepti yazanda onu da yazarsın. Başlayalım. Un elə apardı da. Hə. Su vurulmur deyə. Bəs bu xəmirinə sarı kök falan vurulur, yoxsa Yox, necə? lazım deyil. Kərə yağının öz sarılığı çıxır xəmir. Yumurtanın sarısı, kərə yağının sarısı çıxıb. İndi xəmiri qoya yerə. Əlimizin istiliyi keçənə qədər yoğuraq. Xəmirimiz hazır oldu. Qoyuruq qabın içinə. Üzərini də bağlayaq. Nə qədər qalmalıdır bununla? Hardasa 40 dəqiqə, 1 saat mayalanana qədər qalmalıdır, gözləyəcəyik. İndi aparaq bükək. Bizə lazımdır 500 qram mal əti. Qiymə eləmək üçün, bəli. Arsın. Quzu ətindən də elə bilmirlər, nənə? Sən bilərsən, kim istəyir eləyə Yox, bilər. mən sən sual verirəm. İndi bugün sənsən şefimiz. Olar, niyə olmur? Yarım kilo ətə 2 baş soğan da çəkəcəyim maşından. Maşının yekə gözündən keçirdin. Yarım stakan su əlavə edirik ki, pörtülüb bişməyinə görə. Bir də bu gözəl yağlarımızdan qoyuruq qızarsın. Qiyməmiz yağa düşür, yavaş-yavaş qovrulur. İndi bunun əvralarını vuraq. Biraz sarı kök səpirik. Qaşığın ucunda azca darçın. Ətə darçın çox yaraşır. Duz səpirik. Qara istiyor. Kim istəsə pul biber də səpə bilər. Bir də zirinc qatırıq. Hardasa 2 çay qaşığı. Bir də ki, bu arada su əlavə edib qapağını qoyub bişiririk. Bir 20-25 dəqiqə zəif temperaturda bişir ki, ət çox yumşaq olsun və dadlı olsun.
Xəmirimiz qəşəng mayalanır. Xəmiri 2 hissəyə ayırırıq, 5-5 yuxalarından eləyirik. Hardasa bir 5 dəqiqə qalsın, sonra başlayaq yuxaları açmaya. Başlayaq kündəmizi açmaya. Elə maşallah qəşəng nazikləşdi ya. Bundan da nazik ya. Hə, nə qədər nazik olsa o qədər yaxşı. Bizə 200 qram da ərinmiş yağ lazımdır ki, yuxaların arasını yağlamaya. İndi birinci taxtdan niyə Biraz taxtaya vururuq ki, xəmir yapışsın da sürüşməsin. Sonra biraz un da səpirik ki, tez qoysun. Qat-qat olmağına görə yağın yaxşı vurulmalı. Çox da yaxşı eləmirik ki, onsuz da yağda da qızaracaq deyə. Əlbəttə. Yuxaların hamısını eyni qayda ilə açırıq, yağlayırıq. Bunu başlayırıq yavaş-yavaş bükməyə. Bükəndə daha asan olur da, hamısını eyni boyda kəsə bilirik. Hardasa 2 barmaq qalınlığında kəsirik bunları. Deməli, 5 dənə kündədən nə qədər çıxır? 5 dənə kündədən 17 dənə çıxdı. Deməli, 10 dənəsindən 34 dənə çıxacaq. Bunlar qalsın, biraz kündəyə düşsün. Mən o birisi yuxaları da açım, sonra bunun içini doldurarım. Uca yumuşalıblar, demək olar ki, kündəyə düşüblər. Baxın, belə əlimizlə içini açırıq, qəşəng. Badam buranı necə eləyirik? Bunu da elə. Ət də soyub. 2 çay qaşığı doldururuq. Sonra belə bükürük. Belə badambura formasına salırıq. Qoyuruq listə. İçin doldurduğu hazırladı. İndi bunları 15-20 dəqiqə gözləyirik ki, mayalansın. Sonra sobaya qoyacağıq. Bunlar mayalanıblar. İndi bunları isti olmuş, qızmış sobaya 180-200 dərəcə arasında 8-10 dəqiqə. Üstü bərkiyənə qədər. Qoyuruq. Bir dəqiqə nənə, bəs buna yumurta sarsı olmursan? Yox, biz bunu çıxardıb yağda qızardacağıq. Əgər kim yağda qızartma istəmirsə, üstünə yumurta çəksin, elə sobada bişirsin. Oldu. Miyyət qarğıdalı yağının 1 litrindən çoxunu tavaya qoyuruq, van odda qızsın. Çudular peçkada, txovkada bişənə qədər yağ da burada istilənsin, qaynar olsun. Sobada 10 dəqiqə saxlayandan sonra qaynar yağın içine atırıq. Üz üstə.
Hə, üzü üstə atırıq ki, tam qızarsın. Salfetkanın üstünə qoyuruq ki, yağın tamam çəksin. Nənələrvə sağlıq. Doğrudan hamısı çox əla, möhtəşəm görünür. Mən də birini xırtıladıb dadına baxacağam birazdan. Deyirəm ki, həmişə kimi əla. Əllərinə sağlıq. Çox sağ ol nənə. Sənə də əziyyət oldu. Çox sağ ol Ürəyim. Əziyyət deyil. Mənə xoşdur. Təki hamı bişirib yeyə bilsin Allahın köməkliyi ilə. Belə hazırlayan hər kəsə nuş olsun. Necədir Vaysel? Əla nənə. Əllərinə sağlıq. Nuş olsun, nuş olsun. Belə gözləmirdim. Daha əla oldu. İçindəki zərifdir xəmiri. Üstü xırçıltılı. Bir də bu arada sumaq andı çalışın keyfiyyətlisi olsun. Bizdəki kimi. Yəni, çox yaraşır. Əllərinə sağlıq. Nuş olsun.